Amma gənclik dəstəsində eşidək deyə, mən böyük məmnuniyyətlə ədəbiyyatşünas Gülnar xanım söz verəcəm. Kənarda əyləşib təvazökarcasına Hansıdır? Müəllim, mən hər üç həmkarımı təbrik edirəm. İstər Sadiq xanım, istər Zakirə xanım, istər də Mənzər xanım bizim institutumuzun əməkdaşlarıdır. Biz eyni kollektivdə çalışırıq. Hər üçünün uğuruna görə sevinirəm. Bayaq Əsəd müəllimin qeyd elədiyi ki, mənə söz verilsə də, verilməsə də, yəni mənim üçün böyük bir fərq yoxdur. Əsas odur ki, biz kimlərinsə uğuruna sevinməyi bacarırıq. Bu kitab haqqında bir neçə müddət bundan öncə, bir neçə həftə öncə kitabların hər ikisinin çapından bağlı mətbuatda informasiya gedib. İnşallah bu tədbirlə də bağlı bir yaxşı xəbər gedər. Sizin hər birinizin çıxışına diqqətlə qulaq asıram. Bəli, Mənzər xanım öz bədii yaradıcılığıyla nə qədər diqqət çəkən, nə qədər fərqlənən bir imzadırsa, artıq Sadiq xanımın yaradıcılığı haqqındakı fikirlərini göstərdi ki, bir elmi tərəfdən də o qədər ciddi bir imzadır. Zakirə xanım da maşallah bizim institutumuzun ən profesional əməkdaşlarından biridir. Zakirə xanım həm də fəlsəfə doktorudur, yəni filologiya üzrə fəlsəfə doktorudur. İnşallah elmlər doktoru olmağa da bir şey qalmayıb. Yəni Zakirə xanım yazdığı kitabın praktikada da deyirlər, peşəkarıdır. Yəni institutumuzda elektron sahə üzrə nə qədər iş görülürsə, bunların hamısının zəhmətini çəkən Zakirə xanımdır. Sadiq xanım da sizin hər birinizin qeyd etdiyiniz kimi son dərəcə çox çalışqanlığa, necə deyim, zəhmətkeşdən əvvəl belə məhsuldar bir yaradıcılığa malik bir insandır. Mən demək olar ki, institut mətbuat xidmətində çalışdığım müddətdə demək olar ki, hər il Zakirə xanımın hər hansı bir kitabının informasiyasını verirəm. Bir daha hər üçünü təbrik edirəm. Hər üçünün yaradıcılıq uğurları bizim sevincimizdir. Çox təşəkkür ederim. Sağ olun.